Hər kəsə salam dostlar, xoş gördük. Baxın, heç düşünmüsünüzmü ki, niyə əslində heç bir praktik ehtiyacımız olmayan, amma üzərində sadəcə hər kəsin tanıdığı balaca bir loqo var deyə o həddindən artıq bahalı əşyalar alırıq. Yəni düşünün, bir saatın əsas və yeganə məqsədi vaxtı göstərmək olduğu halda, niyə kimsə sırf filan markadır deyə ona 10 minlərlə dollar xərcləyir? Doğrudanmı biz sadəcə başqalarına heyran etmək, cəmiyyətdə baxın mən də varam, mənim də statusum var demək üçün bu qədər dəli kimi pul xərcləyirik. Əgər siz də etiraf edək, nə vaxtsa sırf markasına, göstərişinə görə əslində heç bir ehtiyacınız olmayan nəsə almısınızsa, zəhmət olmasa şərhlərdə bizə bildirin. İnanın mənə, bu məsələdə qətiyyən tək deyilsiniz. Yaxşı, gəlin bugün təqdim etdiyimiz bu xüsusi status tələsi Veblen icmamıza dərindən bir nəzər salaq. İstəyirəm hər gün sosial şəbəkələrdə elə öz həyatımızda gördüyümüz bu bitmək bilməyən istehlak çılğınlığının arxasında yatan o dərin, o həm də biraz qaranlıq psixoloji səbəbləri birlikdə açaq. Başladıq. Bugün cavabını axtaracağımız ən böyük, ən qəliz sualımız məhz budur. Görünüşdə o qədər müasir səslənir ki, elə deyilmi? Sanki elə bil kimsə indiki Instagram yaxud TikTok həyatımızı təsvir edir. Amma inanın, bu status tələsi deyilən mexanizmi anlamaq üçün biz indiyə yox, düz bir əsr, hətta biraz da çox geriyə 1899-cu ilə qayıtmalıyıq. Bəli, düz eşitdiniz, 1899-cu il. Amerikalı iqtisadçı və sosioloq Thorstein Veblen'in yazdığı Asudə sinif nəzəriyyəsi əsəri. Bax, bugün qarşılaşdığımız suala indiyə qədər verilmiş ən mükəmməl, ən amansız və düzü adamı heyrətə salan bir cavabdır. Təsəvvür edirsinizmi? Bir insan 19-cu əsrin sonlarında oturur və elə bir kitab yazır ki, o kitab bugünkü lüks maşın sevdası, marka xəstəliyi, göstəriş üçün edilən tətilləri sanki santimetrinə qədər dəqiqliklə oxuyur. O, bizim bugünkü psixologiyamızı o qədər incəliklə təhlil edib ki, sanki zaman maşınına minib, indiki dövrümüzü müşahidə edib və geri qayıdıb. Birinci hissə. Niyə göstəriş üçün alırıq? Gəlin birinci bu məsələnin təməlinə, ən kökünə enək. Veblen'in beyninin necə işlədiyini və cəmiyyətin necə bu qədər iti görə bildiyini anlamaq üçün əvvəlcə onun özünün necə bir mühitdən çıxdığını bilməliyik. Bu mütləqdir. Veblen'in həyatına baxanda həqiqətən də heyrətamiz bir ziddiyyət görürük. O, 1857-ci ildə Norveçli immiqrant ailəsində anadan olub. Böyüdüyü yer isə Minnesota ştatında sərt, amansız qışların və həddindən artıq ağır fiziki əməlin hökm sürdüyü bir ferma idi. 6 uşaqlı, hər saniyəsi zəhmətlə keçən bir ailə təsəvvür edin. O mühitdə hər bir əşyanın bir mənası, bir faydası olmalıydı. Əgər bir şey işə yaramırdısa, onun heç bir dəyəri yox idi. Çünki işləməyən ac qalardı. Onun böyüdüyü bu pragmatik, israfdan tamamilə uzaq, sadəcə faydalılığa hesablanmış bu dünya, o dövrün, yəni 19-cu əsrin sonlarında Amerikanın o məşhur zərli dövrünün milyonerləri ilə necə kəskin təzad təşkil edirdi. O milyonerlər ki, pullarını hara xərcləyəcəyini bilmir, hər şeyi sırf göstəriş, nümayişkaranə həyat üçün havaya sovururdular. Veblen onlara baxanda yəqin ki, öz-özünə bunlar nə edir, deyə düşünürdü. Bax, məhz bu sadə, sərt, tər tökməyi tələb edən o təvazəkar keçmiş Veblen'in bütün dünya görüşünü formalaşdırdı. Onun içində elə sarsılmaz bir inanc yarandı ki, o deyirdi ki, cəmiyyətdə həqiqi dəyəri, real sərvəti yaradanlar yalnız məhsuldar işlə, birbaşa fiziki əməklə məşğul olanlardı. Yəni nəsə əkənlər, biçənlər, quranlar, yaradanlar. Bəs o zəngin elitaların heç bir faydası olmayan, sadəcə baxın, görün mənim nə qədər pulum var demək üçün etdikləri o sonsuz israfı necə adlandırırdı bilirsinizmi? Barbarlıq. Bəli, o bunu hansısa kübarlıq, mədəni inkişaf və ya sivilizasiya göstəricisi saymırdı. O bunu bəşəriyyətin vəhşi keçmişindən qalıb gələn, primitiv, barbar bir adət kimi görürdü. İkinci hissə, Veblen və Asudə sinif. İndi isə diqqətimizi biraz daha dərinə yönəldib, bu qeyri-adi nəzəriyyənin əsas terminlərinə baxaq. Yeri gəlmişkən dostlar, əgər sosiologiya, psixologiya və insan davranışının belə dərinliklərini enmək, bu cür icmalar diqqətinizi çəkirsə, aşağıdakı bəyənmə düyməsinə basmağı unutmayın. Bu həm bizə böyük dəstəkdir, həm də mənə bu cür dərin məzmunları daha çox hazırlamaq üçün stimul verir. Veblen sosiologiyaya çox maraqlı bir termin gətirdi: asudə sinif. Yəni işləməyə məcbur olmayan, məhsuldar heç bir əməklə məşğul olmayan, vaxtını sadəcə və sadəcə boş, bekar keçirən yuxarı təbəqə. Gəlin tarixdə biraz geriyə gedək və təsəvvür edək. Məsələn, feodal Avropasındakı o qüdrətli lordları və ya Yaponiyadakı o şanlı samurayları gözünüzün önünə gətirin.
Onlar üçün fiziki işdən uzaq olmaq əslində nə demək idi? Bu, ən yüksək güc və qüdrət göstəricisi idi. Uzun, işləməyə mane olan dırnaqlar saxlamaq, yaxud hərəkəti məhdudlaşdıran, amma həddindən artıq bahalı ipək paltarlar geyinmək. Bütün bunlar cəmiyyətə birbaşa bir mesaj verirdi. Baxın, mən o qədər qüdrətliyəm, o qədər zənginəm ki, bu əllərimi çirkləndirməyə ehtiyacım belə yoxdur. Bu təbəqələr gündəlik yaşayış üçün lazım olan hər cür ağır işdən uzaq idilər. Onun əvəzinə nə edirdilər? Müharibə, siyasət, dini mərasimlər, elit idmanlar, yəni heç bir konkret məhsul ortaya qoymayan işlər. Asudə sinifin varlığının tək bir mənası var idi. Mən işləmirəm, çünki işləməyə ehtiyacım yoxdur. Bəs insanlıq necə oldu ki, bu qəribə vəziyyətə gəlib çatdı? Veblen bunu 3 çox sadə, amma məntiqi mərhələ ilə izah edir. Baxın, birincisi, sülhsevər vəhşilik adlandırdığı o ən qədim mərhələdir. O vaxtlar şəxsi mülkiyyət deyilən bir şey yox idi, hamı ancaq birgə qrupun sağ qalması üçün tər tökürdü. Sonra nə oldu? Sonra gəldi yırtıcı barbarlıq mərhələsi. İnsanlar anladılar ki, güclə başqasının əlindən almaq olar. Status artıq qənimət, müharibə və kimin daha çox adamı əzməsi ilə ölçülməyə başladı. Ən qəddar döyüşçünün ən yüksək statusu var idi. Və nihayət, sonuncu mərhələ, yəni bizim də tam ortasında boğulduğumuz müasir pul cəmiyyəti. Bəs burada nə dəyişdi? Əslində təməl dəyişmədi. Sadəcə qılıncları bank hesabları ilə əvəz etdik. Fizika və qan yerini amansız bir maliyyə rəqabətinə verdi. Əvvəllər status kimin daha çox qənimət ələ keçirməsi ilə ölçülürdüsə, bugün kimin daha böyük bank hesabı və bu hesabı kimin daha yaxşı nümayiş etdirə bilməsi ilə ölçülür. Üçüncü hissə nümayişkaranə istehlak. Baxın, dəyərli izləyicilər, məhz bu mərhələdə cəmiyyətin o bütün dəyərlər sistemi tamamilə tərsinə çevrildi. Dünənin o əlində qılınc tutan döyüşçüləri, bugünün kostyum giyinən, qalstuk taxan biznes elitasına çevrildi. Amma bu elitada gücünü göstərmək üçün mütləq yeni, müasir silahlar axtarışındaydı. Veblenin tarixə düşən və bu günümüzü hər saniyə təsvir edən ən məşhur kəşfi gəlir indi nümayişkaranə istehlak. O, Andrew Carnegie, John Rockefeller kimi milyarderlərin o dəhşətli dərəcədə böyük, onlarla otağı olan, amma çoxunun qapısı bəlkə də heç açılmayan malikanələrini görəndə bu termini kəşf etdi. Yəni, bir əşyanı onun dözümlülüyünə, keyfiyyətinə, sənət əsəri olduğuna görə yox, sırf ətrafdakılara baxın, mənim buna pulum çatır ha, mesajını vermək üçün almaq və iş bununla bitsə, yenə də yaxşıdır. Veblen maddi təqlid deyə çox təhlükəli, sözün əsl mənasında zəhərli bir psixoloji termində irəli sürdü. Bu nədir? Bu o deməkdir ki, cəmiyyətdə aşağı və orta sinif daim özündən bir pillə yuxarıdakı zənginləri təqlid etməyə can atır. Bugün insanların əslində büdcələrini darmadağın edən o lüks avtomobilləri kreditlə, illərlə borca girib almaları, aylıq maaşlarından 3-4 dəfə baha olan son model telefonları cibində gəzdirmələri, baxın, hamısı elə bu toksik, qısa müddətli sosial prestij qazanmaq təzyiqinin nəticəsidir. Və statusumuzu cəmiyyətə gözünə soxmağın fərqli yolları var. Veblen bunları ustalıqla 3 yerə bölür. Birincisi, nümayişkaranə asudəlik. Məsələn, düşünün ki, kimsə işin ortasında çıxıb Balidə və ya Maldiv adalarında 3 həftəlik bir tətilə gedir. İnanın mənə, burada məqsəd həmişə dincəlmək olmur. Çox vaxt əsas məqsəd Instagram izləyicilərinə və qonşulara mən o qədər pul qazanıram ki, həftələrlə işləmədən də yaşaya bilərəm ismarıcını göndərməkdir. Bu, zamanı israf etməkdir. İkincisi, dediyimiz kimi, pulları bahalı lüks mallara səpələmək, nümayişkaranə istehlak. Üçüncüsü isə məncə ən tragikomik olanıdır, vasitəli istehlak. Fikirləşin, evdə cəmi 2 nəfər yaşayır, amma evin 5 xidmətçisi, bağbanı, xüsusi sürücüsü var. Yaxud övladlarını heç bir üstün təhsil verməyən, adı sadəcə marka olan astronomik qiymətli məktəblərə göndərirlər. Bu nədir? Bu, başqaları, yəni vasitələr üzərindən cəmiyyətə oxunan bir zənginlik nağılıdır. Dördüncü hissə, işgüzarlıq instinkti. Bax, bunları danışdıqca adamın içində doğrudan belə bir acı sual doğurur. Axı, niyə? Doğrudanmı biz insanlar ancaq bu cür egodan, nümayişkarlıqdan və göstərişdən ibarət dayaz səthi varlıqlarıq? Veblen burada bizi biraz da olsa ümidləndirir. O deyirdi ki, yox, qətiyyən, insan təbiətən belə israfçı deyil. Bizim daxilimizdə yatan bir işgüzarlıq instinkti var. Fikir versəniz, insanlar əslində öz əlləri ilə nəsə yaratmağı, məsələn, bağçada ağac əkməyi, evdə nəsə təmir etməyi, cəmiyyət üçün faydalı bir məhsul ortaya qoymağı sevirlər.
Bu instinkt tamamilə safdır. O bizim xeyirxah, qurucu tərəfimizdir. Amma gəl gör ki, işin içinə o bayaq haqqında danışdığımız maddi təqlid girəndə hər şey korlanır. Qonşudan, qohumdan, iş yoldaşından daha imkanlı görünmək, onları geridə qoymaq ehtirası bizim bu təmiz quruculuq instinktimizi daxildən zəhərləyir. Nəticədə biz doğrudan da faydalı, gözəl bir iş görmək üçün deyil, sırf o işdən qazanacağımız qazanc və o qazancın gətirəcəyi süni böyüklük üçün çalışmağa, dayanmadan özümüzü əzməyə başlayırıq. 5-ci hissə: Veblen, Marks və təbiət. İndi gəlin bir fərdin psixologiyasından uzaqlaşaq və böyük şəklə, bütün bəşəriyyətə baxaq. Təsəvvür edin, dünyadakı milyardlarla insan, dediyimiz kimi, hər gün əslində ehtiyacı olmayan şeyləri bu cür dəli bir sürətlə almağa, israf etməyə davam etsə. Bu dünyamızın, bu planetin axırı necə olacaq? Gəlin bir anlıq düşünək. Sizcə bu bitməyən süni istehlak rəqabəti bəşəriyyəti hara aparır? Zəhmət olmasa indicə videonu dayandırmadan şərhlərdə öz düşüncələrinizi yazın. Çox maraqlıdır. Tarix boyunca bu israfçı sistemin gələcəyi haqqında fərqli fikirlər olub. Cədvələ diqqət edin. Burada iki nəhəng mütəfəkkirin Karl Marx və Thorstein Veblen'in oxşar amma nəticədə fərqlənən düşüncələrini görürük. Qeyd edim ki, biz burada qətiyyən hansısa siyasi xətti təbliğ etmirik. Sadəcə bu iki şəxsin elmi yanaşmasını izah edirik. İkisi də eyni metodu, yəni materialist dialektikanı istifadə edirdilər və obyektiv olaraq eyni qənaətə gəlmişdilər. Kapitalizmin bu dayanmamaq bilməyən mənfəət, pul axtarışı nəhayətində təbiətin və resursların amansızcasına məvi deməkdir. Amma fərq onların gələcəklə bağlı proqnozlarındaydı. Marx hesab edirdi ki, bu ifrat istismar və ədalətsizliklər gec-tez işçi sinfinin oyanmasına və sosialist inqilabına gətirib çıxaracaq. Veblen isə bəlkə də daha bədbin idi. O, insanların kütləvi psixologiyasını, egosunu və zənginləri necə korkaranə təqlid etməyə meyilli olduqlarını gördüyü üçün inanırdı ki, cəmiyyət oyanmaq əvəzinə tam tərsinə, daha sərt, avtoritar, hətta faşizmə meyilli bir sistemə doğru gedəcək. Amma düzünü desəm, bugün bizi ən çox dəhşətə gətirən məsələ Veblenin məhz ekologiya barədə, təbiət barədə dedikləridir. Biz hal-hazırda elmdə antroposen dövrü adlanan erada yaşayırıq. Yəni, insanın yer üzünə ən dağıdıcı şəkildə hər şeyi alt-üst edəcək səviyyədə təsir etdiyi bir dövr. Veblen hələ 100 il əvvəl planlaşdırılmış köhnənmə fəlakətindən xəbərdar edirdi. Soruşacaqsınız, bu nədir? Məsələn, cibinizdəki o ən son model smartfonu düşünün. Niyə görə təxminən 2 il keçəndən sonra tamamilə səbəbsiz yerə onun sistemi donmağa, batareyası isə tez bitməyə başlayır? Sizcə bu sadəcə texniki bir təsadüfdürmü? Xeyr, əsla. Şirkətlər bu əşyaları bilərəkdən elə istehsal edirlər ki, tez xarab olsun və siz gedib yenisini alasınız. Veblen çox əvvəldən görmüşdü ki, insanların bu bitməyən status acgözlüyü və şirkətlərin daha çox pul qazanım dərdi ucbatından təbiətimiz əslində israf qarcasına qurban verilir. Veblenin necə uzaq görən bir adam olduğunu anlamaq üçün onun düz 1923-cü ildə qələmə aldığı bu bir cümləni mütləq oxumalıyıq. Səmərəsiz resurs istifadəsi istifadə ediləndən çox daha artıq meşə materialını məhv etmişdi. Tarixə baxın, 1923. O vaxt ortalıqda nə qlobal istiləşmə həyəcanı var idi, nə iqlim böhranı, amma o deyirdi ki, taxta şalban şirkətləri meşələrə girir, ağacları amansızcasına qırır, yalnız bazarda ən baha satılacaq hissələri götürür, yerdə qalan 10 minlərlə ton ağacı isə oradaca yandırıb məhv edirlər. Niyə? Çünki ekoloji balans və ya səmərəlilik heç kimin vecinə deyil. Əsas olan yalnız və yalnız sürətli həmin anki qazancdır. Nümayişkaranə istehlakın acı sonu da elə budur. Müvəqqəti statusa və pula görə təbiətin bərpa olunmaz bir şəkildə məhv edilməsi. Bütün bunları düşünəndə gəldiyimiz son nöqtədə mənim, yəqin ki, sizin də beyninizi deşən provokativ bir sual yaranır. Veblenin bu fikirlərindən düz bir əsr keçib. Amma görəsən biz bugün hələ də sırf fərqlənmək, qonşudan, dostdan üstün görünmək üçün o yırtıcı status tələsində, nümayişkaranə istehlak bataqlığındayıqmı? Və ən önəmlisi, bizim bu bitmək, doymaq bilməyən status həvəsimiz üçün bədəli təkcə pul kisəmiz ödəmir, ha? Əslində, evimiz olan bu planetimiz, təbiətimiz necə böyük və qorxunc bir bədəl ödəyir. Bəli dostlar, bugünlük bu dərin icmalımızın da sonuna gəldik. Ümid edirəm ki, Veblenin bir əsr öncədən günümüzü necə bir ayna kimi əks etdirdiyini görmək sizi də ən az mənim qədər heyrətləndirdi və düşündürdü. Əgər tarixə, insan psixologiyasına və cəmiyyəti belə fərqli bucaqlardan təhlil edən strukturlu, dərin məzmunlara marağınız varsa, o zaman
Lütfən zəhmət olmasa kanalımıza abunə olmağı unutmayın. Bu icmalı ətrafınızda bu mövzularla maraqlanan dostlarınızla paylaşın və əlbəttə, Veblenin bu amansız nəzəriyyəsi barədə öz şəxsi fikirləriniz də mütləq şərhlərdə bizimlə bölüşün, gəlin orada müzakirəyə davam edək. Növbəti icmalarda, fərqli mövzularda görüşənədək özünüzə yaxşı baxın, hələlik.